Bütün yayı istifadə edə biləcəyimiz BB kremi axtarırıq. Gün 2. Bugünkü markamız isə Vatvorskin markasının BB kremidir. İlk dəfə sizinlə birlikdə açıram. Aynı şirin qablaşdırılması var. Dün istifadə etdiyimiz daha qatı formundaydı. Bu isə serum BB krem olaraq keçir adı. Teksturası bu formadadır. Bu BB kremin tərkibində kollagen var. Kollagen isə dərini daha dolğun göstərmək üçündür. Deyəsən rəngi bir ton mənə açıqdır, amma mən bunu bronzerla həll eləyirəm deyə bu mənim üçün bir problem deyil. Amma dəri tonunuz mənim rəngimdədirsə, bilin ki 21 sizə açıq gələcək. Teksturası düşünürəm ki, çox belə sulu formada deyil. Mənə görə biraz qatı idi. Yayılmağında biraz əziyyət çəkdim. Altdan çox yaxşı nəmləndirmək lazımdır deyə düşünürəm. Çox yüksək bir örtücülük gözləyirsinizsə, bu sizi qane etməyəcək. Amma içərisində olan maddələr adətən dərini baryerini bərpa etməyə, daha parlaq və dolğun göstərməyə, nəmləndirməni vəd edir. Bəs siz necə bu BB kremi daha əvvəl istifadə etmisinizmi?